Muxtar Respublikada baramaçılıq fəaliyyətinə pilot layihə kimi başlanılsa da, həyata keçirilən sistemli tədbirlər qısa müddətdə bu sahədə ciddi nəticələr verib. Kümçülərə göstərilən dəstək, ipək qurdu toxumlarının vaxtında paylanılması və aqrotexniki müşahidələr istehsalın ildən ilə artmasına şərait yaradıb. Bu gün baramaçılıq həm kənd yerlərində məşğulluğun artırılmasına, həm də ailə təsərrüfatlarının gəlirlərinin yüksəlməsinə töhfə verən gəlirli sahələrdən birinə çevrilib. Cari il ərzində Muxtar Respublikaya 50 qutu ipək qurdu toxumu gətirilərək 2880 kiloqram yaş barama istehsal edilmişdir ki, bu da ötən ilin göstəriciləri ilə müqayisədə 31,1% artım deməkdir. İstehsal olunan baramalar emal olunması üçün Azərbaycan Respublikasının Şəki şəhərinə göndərilmişdir. Müəyyən olunmuş qaydalara əsasən təhvil verilən yaş baramanın hər kiloqramına görə dövlət tərəfindən 6 manat subsidiya, təhvil götürülən şirkət tərəfindən isə 5 manat vəsait ödənilir. Barama istehsalında bir qutudan ümumilikdə 110 kiloqram ortalama hesabla məhsul əldə edən Şahbuz rayonunun Aydınc kəndi Muxtar Respublika üzrə birinci, 103 kiloqram göstərici ilə Babək rayonunun Şıxmamıq kəndi isə ikinci yer tutub. Qazanılan bu yüksək məhsuldarlıq sayəsində Naxçıvan Muxtar Respublikası yaş barama istehsalının artım tempinə və səmərəliliyinə görə bir qutudan ortalama hesabla 57,6 kiloqram məhsuldarlıq olmaqla ölkə üzrə birinci yerdə qərarlaşmışdır. Cari mövsümdə əldə olunan nəticələr rayonlar üzrə də yüksək göstəricilərlə yadda qalıb. Belə ki, Şəhər rayonu 577,88, Ordubad 565,1, Babək 555,72, Kəngərli 395,3, Culfa 276,1, Şahbuz 229, Sədərək 195,4, Naxçıvan şəhəri isə 85,5 kiloqram yaş barama istehsal edib. Baramaçılığın inkişafını təmin etmək məqsədi ilə dövlət tərəfindən istehsalçılara müxtəlif dəstək mexanizmləri tətbiq olunur. Bu tədbirlər sahəyə marağı artırmaqla yanaşı, gələcək illərdə həm məhsuldarlığın, həm də kümçülərin sayının daha da yüksəlməsinə zəmin yaradır. İlk dəfə olaraq barama götürmüşdüm və çox zəhmətli, əziyyətli iş olmasına baxmayaraq 23-cü günündə bəhrəsini göstərdi və bunun nəticəsində də 116 kiloqram ipək qurdu əldə etmişəm. Bundan da savayı, aidiyyatı qurumlar gəlmişdilər, baxdılar, tapşırıqlarını verdilər, göstəricilərini verdilər. Hal-hazırda da 116 kiloqram ipək qurdu təhvil vermişəm və Muxtar Respublika üzrə birinci yerdəyəm. 50 qutu ipək qurdu toxumu kümçülərə paylanıldığı ilk gündən tərəfimizdən daim kümçülərin kümxanalarında monitorinqlər həyata keçirilmiş, onlara mütəmadi olaraq köməklilər göstərilmişdir. Baramaçılıq fəaliyyəti ilə məşğul olmaq istəyən kümçülər daim Kənd Təsərrüfatı Nazirliyinə müraciət edərək qeydiyyata alınır və növbəti il ərzində onlara ipək qurdu toxumları paylanılaraq köməklik göstərilə bilər. Əldə olunmuş yüksək məhsuldarlıq nəticəsində növbəti illərdə də ötən illərdə olduğu kimi həmçinin qutu saylarını və məhsuldarlığı artırmaq niyyətindəyik. Qısa müddətdə əldə olunan nəticələr göstərir ki, baramaçılıq Muxtar Respublikada yenidən perspektivli aqrar sahələrdən birinə çevrilməkdədir. Dövlət dəstəyinin davam etdirilməsi, yeni kümçülərin bu sahəyə cəlb olunması və istehsal həcminin artırılması ilə gələcək illərdə baramaçılığın daha da inkişaf edəcəyi gözlənilir. Bu isə həm kənd yerlərində məşğulluğun genişlənməsinə, həm də ailə təsərrüfatlarının gəlirlərinin artmasına mühüm töhfə verəcək. Pərvin Səfərzadə, Əli Məmmədov, Emin Babayev, NTV Xəbər.